Salam əziz iştirakçılar, hər birinizi xoş gördük. Bugün 11-ci hansı cümlədə qalmışdıq? Bunda qalmışdıq ki, marka həm şəxsi inkişaf, həm də peşəkar uğurun açardı. Gördükdə sizin markanızı, adınızı, üzünüzü, logonuzu gördükcə artıq ola insanların yaddaşında həkk olunub qalır ki, hə bu əşyaları, məşğul olduğu biznesin əşyalarını gətirib qoyur, sadəcə satışla və qazandığı maddiyyatla, gəlirlə maraqlanır. Gətirir əşyaları ora qoyur, satışdan gəlir əldə eləyir, sonra gəldisə hamısını hesablayır, neçə faiz qaldı, neçə faizin verdi, onları hesablayır və ondan sonra da neçə nəfər onu yoxsa bəyləri mi seçdi? Onu artıq bizneslə məşğul olan insan maraqlanır. Obyektlə məşğul olan təkcə oranı işlər.